Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Bugün olan sonuncu iqtisadiyyat xəbərlərinin təqdimatı ilə efirdə Ekonomiksdir. Azərbaycan Rusiya təbii qaz nəqlini dayandırıb. Məlumatı Rusiyanın Gazprom şirkəti yayıb. Qazın verilişinin texniki səbəblərə görə dayandırıldığı bildirilir. Dövlət neft şirkətindən bildirirlər ki, təmir işlərinin aparılması ilə əlaqədar qaz ixracı müvəqqəti dayandırılıb. Amma nəqlin bərpa olunacağı tarix hələlik məlum deyil. Qeyd edək ki, 2009-cu ildə əldə olunan razılığa əsasən Azərbaycan Rusiyaya gündəlik 3 milyon kubmetr mavi yanacaq satır. 1,2 milyon Azərbaycan vətəndaşına avtomatlaşdırılmış qaydada vahid pensiya təyin olunub. Bu sistem vasitəsilə təyinat aparılan şəxslərin 300 mini Bakı, qalanları isə regionların əhalisidir. Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə təyinat aparılan vətəndaşlara bir neçə dəqiqə ərzində pensiyanın məbləği və plastik pensiya kartı ala biləcəyi müvəkkil bank filialının ünvanı bildirilib. Bu sistem ölkədə 2013-cü ilin iyul ayından tətbiq olunur. Ötən il görmüş orqanları tərəfindən dövlət büdcəsinə 1,4 milyard manat vəsait köçürülüb. Vəsaitin 1 milyard manata yaxını və ya 71% əlavə dəyər vergisinin payına düşüb. Gömrük rüsumları üzrə büdcəyə köçürülən məbləğ 300 milyon manat təşkil edib. Aksizlər üzrə bu göstərici 81 milyon manat, yol vergisi üzrə 18 milyon manatdır. İndi isə dünya iqtisadiyyatında baş verən bəzi yeniliklərə nəzər salaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb, bildirildi ki, aparıcı iqtisadiyyata malik ölkələr yalnız ikinci yarım ildə müəyyən inkişafa nail ola biləcəklər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının analitiklərinin hesablamalarına əsasən dünyanın ən iri iqtisadiyyatları cari ildə inkişaf tempini daha da artıracaqlar. Əsas indikatorların artması iqtisadi dirçəliş prosesinin başlandığını deməyə əsas verir. Təşkilatın hesabatına əsasən inkişaf tempinin yüksəlməsini Britaniya, ABŞ və Yaponiyada daha aydın görmək mümkün olacaq. İlin ortalarında Almanya, ikinci yarım ildə isə digər Avropa ölkələrində də canlanma olacağı ehtimal edilir. Həm qərb, həm şərq ölkələrində cüzi də olsa inkişaf sezilir. Uzun müddətdir böhrandan çıxa bilməyən bir sıra Avropa ölkələrində sənaye istehsalının artması buna sübutdur. Hökumətin bu istiqamətdə atdığı addımlar çox vacibdir. İqtisadi stimullaşdırma müəyyən dövrdə deyil, davamlı olmalı və bütün sahələri əhatə etməlidir. Analitiklər hesab edirlər ki, iqtisadi inkişafın bu templə davam etməsi maliyyə tənzimləyicilərinin pul kredit siyasətlərinə yenidən baxmasına şərait yaratmayacaq. İnflyasiya səviyyəsinin ABŞ və Avrozonada aşağı səviyyədə olması, federal ehtiyatlar sistemi və Avropa Mərkəzi Bankının hazırki yanaşmasının dəyişməyəcəyini deməyə əsas verir. O da qeyd edilib ki, Çin il ərzində inkişaf tempini yüksək səviyyədə saxlaya biləcək. Braziliya və Rusiya isə yalnız dünya bazarında ümumi canlanma fonunda müəyyən göstəricilərə nail ola biləcəklər. Təşkilat yalnız Hindistanla bağlı negativ proqnoz verib. Onların qənaətincə ölkədə daxili tələbatın azalması və ithal-ixrac balansında kəskin dəyişiklikdən sonra inkişaf dinamikasından danışmaq mümkün deyil. Bu il sentyabrın 8-də Şotlandiyada Britaniya Krallığından ayrılmaq barədə referendum keçiriləcək. Britaniya hökuməti nəticələrə müsbət olma etmağını nəzərə alaraq qarşı tərəf olan borc ödənişləri barədə hesabatlar aparmağa başlayıb. Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılaraq müstəqillik qazanmasından sonra da Britaniya hökuməti borc öhdəliyinə əməl edəcək. Borcun bağlanması davamlı şəkildə həyata keçiriləcək. 2012-2013-cü ildə ölkəmizin xalis borc yükü 1,2 trilyon funt sterling təşkil edib. Məhz bu borc yükünün azaldılması istiqamətində iqtisadiyyatın stimullaşdırılmasını gücləndirməliyik. Bunun nəticəsində büdcə gəlirlərinin artmasını müşahidə edə bilərik. Amerika Birləşmiş Şəhərləri hökuməti isə Çini Ümumdünya Ticarət Təşkilatının direktivlərini yerinə yetirməməkdə itham edib. Ağ Ev qətiyyətlə bildirir ki, Pekin Amerika Birləşmiş Şəhərlərindən polad idxalına tətbiq olunan rüsumları ləğv etməlidir. ABŞ-ın ticarət nümayəndəsi Michael Froman bu barədə danışıb. 2012-ci ildə Ümumdünya Ticarət Təşkilatı iki ölkə arasında yaranan mübahisədə vasitəçi rolunda çıxış etdi. Məhz o vaxt təşkilat bildirdi ki, həqiqətən də Çinin Amerika Birləşmiş Ştatlarının polad məhsullarını tətbiq etdiyi rüsum ədalətli deyil. Bu rüsumlar nəticəsində Amerika şirkətlərinə 250 milyon dollardan çox zərər dəyib. Bizdən fərqli olaraq Çin hökuməti Ümumdünya Ticarət Təşkilatının qaydalarına tabe olmur. Çin hökuməti bildirir ki, onlar rüsumları endiriblər. Lakin
Lakin bunun yetərli olmadığı qənaətindəyik. Əgər yaxın zamanda hər hansı tədbir görülməzsə, sərt qərar verməli olacaq. 2013-cü ildə Çinin valyuta ehtiyatları 3,82 trilyon dollara çatıb. Çin Xalq Bankının rəhbəri bildirib ki, bu göstəricinin əldə olunmasında milli valyutanın möhkəmlənməsi əsas rol oynayıb. Ötən il valyuta ehtiyatlarının 3% artmasına əsas rolu dollar qarşılığında milli valyutanın dayanıqlı mövqe nümayiş etdirməsi olub. Həm yerli, həm də xarici bazarlara qoyulan sərmayələrin gəlirliyi artmaqdadır. Onu da qeyd edim ki, il ərzində yerli banklar tərəfindən ayrılan kreditlərin də həcmi 8,4% artaraq 8,9 trilyon yuan olub. Ümumiyyətlə, maliyyə sektorunun ölkə iqtisadiyyatının göstərdiyi dəstək nəticəsində ümumi daxili məhsulun artım tempini sabit səviyyədə saxlaya bildik. Yeni ildən etibarən iqtisadiyyatın az inkişaf etmiş sahələrində də stimullaşdırıcı tədbirlər görməyə planlaşdırırıq. Hindistanın ixrac həcmini azaltması fonunda ticarət balansında defisit daha da artır. Bu isə tədbir balansına birbaşa təsir edir. Hindistan Maliyyə Nazirliyi dekabr ayı ilə bağlı hesabat açıqlayıb. Sənədə əsasən ölkədə ixal həcmi davamlı olaraq azalmaqdadır. Bu nefdən sonra ən çox ixal olunan mallar, qızıl və gümüş məmulatların həcmində daha çox sezilir. Bir müddət öncə hökumət yerli zərgərlik bazarının canlanmasına təkan vermək üçün qiymətli metalların ixalı rüsumunu artırmışdı. Əsas ixalı məhdudlaşdırılması həm də ticarət balansında defisin qarşısını almaq məqsədi daşıyırdı. Amma ixracın həcminin azalması nəticəsində ölkənin ticarət balansında defisit bir qədər də artıb. Hesabata əsasən 2012-ci ildə dekabr ayında bu göstərici 9,22 milyard dollar təşkil edirdisə, ötən ilin son ayında bu rəqəm 10,14 milyard dollar olub. Mart ayında tamamlanacaq maliyyə ilinin yekununda defisitin 50 milyard dollardan aşağı olacağını düşünürəm. İlin əvvəlində isə bu rəqəmin 70 milyard dollar olacağını proqnozlaşdırırıq. Bu il ərzində maliyyə sisteminə təsir edəcək bir sıra qərarlar verildi. Məhz bu səbəbdən proqnozlarımızda dəyişiklik etməli olduq. Ölkənin Maliyyə Nazirliyindən təqdim edilən hesabata əsasən ötən ay ixrac azalsa da, illik göstəricidə 3,44% artaraq 26,35 milyard dollar olub. Noyabr ayında da 5,86% artım qeydə alınmışdı. İdxal həcmi isə illik göstəricidə 15,25% azalaraq 36,49 milyard dollar olub. Ötən illə müqayisədə qızıl və gümüş idxalı 69% azalıb. Hindistan rupiyasının dəyəri isə il ərzində minimum səviyyə enib. Almaniyanın Volkswagen şirkəti Şimali Amerika bazarında yolsuzluq avtomobillərinin istehsalını artırmağa qərar verib. Bunun üçün növbəti 7 il ərzində istehsal sahəsinə 7 milyard dollardan çox sərmayə yatırılacaq. Bunu şirkətin rəhbəri Martin Winterkorn Detroit avtosalonunda bildirib. Ümumiyyətlə, şirkət 2018-ci ilə qədər Şimali Amerikada Volkswagen və Audi markalı avtomobillərin illik satışını 1 milyon ədədə çatdırmağı planlaşdırır. General Motors isə 6 ildə ilk dəfə olaraq səhmdarlarının dividend ödəyəcək. Ödəniş məbləği hər səhim üçün 30 sent müəyyənləşdirilib. Şirkətin icrası direktoru Dan Akersonun bildirdiyinə görə dividendlərin ödənişi martın 28-nə qədər başlayacaq. Şirkət 2008-ci ildən etibarən dividend ödənişini dayandırmışdı. Həmin dövrdə ABŞ hökuməti General Motors'un xilası üçün 49,5 milyard dollar ödəyərək 912 milyon səhm almışdı. İndi isə dünya bazarında baş verən proseslərə nəzər salaq. Amerika fond bazarları bir qədər yüksəlib. Dow Jones və S&P 500 təxminən 0,15%, Nasdaq 100 isə 0,13% artıb. Yaponiyanın Nikkei 225 indeksi 0,54% yüksəlib. Almaniyanın DAX-ı 0,83%, Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,25% dəyərini artırıblar. Qızılın bir onsiyası 1237 dollara satılır. Bu 0,6% ucuzlaşma deməkdir. Gümüşün qiyməti də 1% yaxın düşüb və indi 20 dollar 5 sentə təklif olunur. Platin 1,5%, palladium 0,39% ucuzlaşıb. Misil və alüminium bir ton isə dünya bazarına müvafiq olaraq 7267 və 1758 dollara almaq olar. Neftin əsas markalarının qiymətləri müxtəlif istiqamətlərə yönəlib. Light markalı neftin bir bareli indi 92 dollar 49 sentə təklif olunur. Bu təxminən 0,1% bahalaşma deməkdir. London birjasının əraca çıxarılan Brent markalı neftin qiyməti isə 200 eni və indi 106 dollar 12 sentə satılıb. Valyuta bazarlarına nəzər salaq. Avro dollar 1.36.26'dır. Dollar yen 104.30 səviyyəsinə yüksəlib. Funt sterling dollar isə 1.64.21'ə mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi
xəzənələr. Dollar 78 qəpik yarım, avro 1 manat 7 qəpik, Rusiya rubli 2,4 qəpik, türk lirəsi isə 36 qəpik. Ekonomikisinin bugün olan sonuncu buraxılışını sizə təqdim etdik. Sabah yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.